Salam aleykum. Hamınıza və bütün müsəlmanlara başda İmam Zaman ağa olmaqla başsağlığı verirəm və ümid edirəm ki, Allah Taala özü bizlərə və sizlərə səbir versin və bu böyük qəmdən və bu böyük əzadan keçə bilək. Bugünkü verilişimizdə bir qonağımız var studiyada və istəyirik ki, qonağımızdan istifadə edək. Bismillahirrahmanirrahim. Selamun aleykum. Mən də öz növbəmdə İmam Seyyid Əli Xameneyi Həzrətlərinin yüksək çinli komandirlərin və dinc əhalidən olan insanların şəhadəti münasibəti ilə İmam Zaman Əccəlallahu Teala Fərəcəhu Şərifə, böyük İran xalqına, təqlid mərcələrinə və bu verilişi izləyən bütün əzizlərə dərin hüzünlə başsağlığı verirəm və Allah Teala'dan hamıya səbir diləyirəm. Allah razı olsun, təşəkkür. Biz bilirik ki, müəyyən mülahizələr üçün siz kamera qabağına və kamera qarşısına çıxmırsınız. Hansı ki, biz sizin təhlillərinizdən həmişə istifadə edilmişik və bu podkastlərimizə də müraciət etmişik dəfələrlə. Amma dəvətimizi qəbul edib kamera qarşısına çıxıb bu verilişdə iştirak etmənizə görə dərindən təşəkkür edirəm. Çox sağ olun, mən də təşəkkür edirəm dəvətinizə görə və belə bir şəraitdə nəysə əgər bacarırıqsa danışmaq, izah eləmək bizim görə biləcəyimiz ən kiçik işdir. Və hal-hazırda düşmənin, qarşı tərəfin, müxaliflərin, yəni haqq cəbhəsinin qarşısında dayan cəbhənin yüzlərlə, bəlkə də minlərlə tribunaları var. Təbliğat bombardımanı və propagandalar həyata keçirirlər. Düşmənin məğlubiyyətini qələbə və bizim cəbhənin qələbəsini məğlubiyyət kimi göstərməyə çalışırlar. Necə deyərlər, qarışqanı dağ göstərirlər, dağı qarışqa kimi kiçiltməyi bacarırlar. Mən bütün əzizlərdən və imanlı insanlardan xahiş edirəm ki, belə bir şəraitdə əllərindən gələni əsirgəməsinlər. Əgər danışa bilirlərsə, yaza bilirlərsə və nəysə izah eləməyi bacarırlarsa, həyata keçirsinlər. Əgər bu işləri bacarmırlarsa, kimlərsə söhbət edirsə və yaxud nəysə bu kimi fəaliyyətlərdə təqdim edirsə, onları paylaşsınlar, başqa insanlara da çatdırsınlar ki, haqq yerdə qalmasın, nahaq öz məqsədlərinə çata bilməsin. Evet, çox gözəl. Elə buyurduğunuz kimi biz də bu sahədə həmişə fəaliyyət edirik və inşallah ki, müəyyən miqdarda əziz möminlərdən bizi izləyirlər və bizlə əlaqə saxlayırlar və suallarını bizə ünvanlayırlar. Nəsə bir qeydlər olanda da bizə yazırlar və daim bizlə əlaqədədirlər. Və bu günlərdə də elə buyurduğunuz kimi, yəni media savaşında ola bilər ki, düşmən daha güclü, bizdən daha güclü iş görür. Çünki meydanın əksi olaraq meydanda görürük ki, Allahın ordusu çox gözəl müvəffəqiyyətləri və nailiyyətləri olur və başarılı olur və düşməni hətta bu qısa bir müddətdə peşman etməyə belə qadir olurlar. Amma mediada təəssüf ki, elə deyil və şübhələr çoxludur. Bizə də çoxlu şübhələr ünvanlanır və yazırlar, müraciət edirlər əziz izləyicilərdən. Amma çox şaxəlidir və çox mövzular var deyə onların hamısını bir verilişdə soruşmaq olmayacaq. Bir mövzunun üzərində, əgər icazə versəz, diqqətimizi ora yönəldək və o şübhələrin də önəmli, hamısı demək olar ki, önəmlidir, amma ən önəmlisi də rəhbərimiz İmam Seyyid Əli Xameneyi haqqında və onun şəhadəti haqqında olan şübhələrdir. Fikrinizi bilmək istərdim ki, bu haqda danışaq bu verilişdə və diqqətimiz yalnız bu mövzuda olsun. Çox yaxşı olar, çünki bir mövzuda müxtəlif məsələlərdən danışsaq nəticə hasil olmaz. Və çox mühüm və zəruri məsələdir. İmam Şəhid Xameneyi haqqında və onun şəhadəti haqqında bugün söhbət edək və əgər suallar, şübhələr varsa, onları cavablandıraq. Əlbəttə, İmam Xameneyi haqqında iki cəhətdən gərək söhbət edək. Bir cəhət budur ki, çox böyük bir hadisə və faciə baş verib. İslam ümməti öz rəhbərin
və müsəlman xalqlar elə bil öz atasını əldən veriblər. Bu faciənin dərinliyini sözlə ifadə etmək mümkün deyil. Və o qədər ağır məsələdir ki, insan və haqsevərlər və o böyük şəhidi tanıyanlar qan ağlasa yenə azdır. İkinci cəhət isə budur ki, İmam Xameneyi şəhadət aşığı idi, sözün əsl mənasında. Özünün 60 illik mübarizə dövründə qıldığı gecə namazlarında göz yaşı tökərək Allahdan şəhadət istəyib. Və ömrünü demək olar ki, şəhidlərə həsr edib. Onun elə bir gün olmayıb ki, şəhidlərsiz keçsin. Şəhid ailələri ilə görüş, şəhid övladları ilə görüş, şəhid ata-anaları ilə görüş, şəhidlər haqqında kitab, şəhidlər haqqında xatirə və çox yaxın dostları, əziz dostları şəhid olub. Onlar üçün çox darıxırdı. Ağa, siz rəhmətullah əleyhin cənazə namazını xatırlayın. Orada ağa göz yaşları tökə-tökə Allaha necə yalvarır ki, və əlhiqna bihim, Pərvərdigara, bizi də bu şəhidlərə qovuşdur. Və buna əsasən deyə bilərik ki, ağa öz arzusuna yetişdi. Öz uzun illər Allaha yalvarıb istədiyi, qovuşmaq istədiyi bir məqama yetişdi. Biz bunu nəzərə alanda faciənin dərinliyinə və hadisənin ağırlığına bir növ təsəlli tapırıq. Çox gözəl, həqiqətən də təsirləndirici bir məqam idi. Amma birinci sualı belə ünvanlamaq istəyirəm ki, bütün dünya, xüsusən də son bir ayda bu gündəmi görürdü və bütün xəbərlər, bütün diqqətlər bunun üzərindədir ki, ABŞ və İran müharibəsi olacaq yoxsa yox. Və hamı bilirdi ki, ABŞ-ın təhdidləri, ABŞ-ın hərbi fəaliyyətləri hər gün çoxalırdı və müharibənin nə vaxt başlamağı və nə vaxt və necə baş verməsi haqqında danışırdılar. Təbii ki, yəni ali məqamlı rəhbərimiz və hərbi qüvvələr hamıdan daha yaxşı bilirdilər ki, bu müharibə təhdidi nə qədər realdır və baş verə bilər və düşmənin hansı imkanları var və düşmənin hansı gücə malik olduğunu hamıdan daha yaxşı bilirdilər. Bəs belə adi və sığınacaqda olmamağı, normal həyatında və öz iş yerində şəhadətə yetməyi haqqında bəzi şübhələr ünvanlanır. Onu istərdim ki, cavabım biraz. Əlbəttə soruşurlar ki, nəyə görə bu hadisə baş verəndə İmam Xameneyi sığınacaqda deyildi? Cavabında deməliyik ki, İmam Xameneyi ömründə heç vaxt sığınacaqlara getməyib və xüsusilə 37 illik rəhbərlik dövründə. Əvvəla ağa təqlid mərcəsi idi və müstəhid idi və fiqhi məsələlərin hamısında özünün söykənəcək üsulları var idi və mənbələri vardı. Heç bir şeyi əsassız həyata keçirmirdi. Yəqin ki, bu məsələdə də öz fiqhi mənbəsinə əsaslanaraq pənahgahda olmayıb. Qeyd etdiyiniz kimi, təhlükəni tam təfərrüatı ilə dərk etdiyi halda sığınacaqda olmayıb. Və ümumiyyətlə, yəni heç vaxt sığınacaqda olmayıb. Ağa dini məsələlərdə və İslamın bütün məsələlərində fiqhi mənbələrə, Quran ayələri və hədislərə istinad elədiyi kimi, İslam hərəkatı, İslam inqilabı və İslam ümmətinin idarəçiliyində İmam Xomeyninin rəhbərlik üsullarına tam sadiq idi. İmam Xomeyni də 8 illik İran-İraq müharibəsində heç vaxtı sığınacağa getməyib. Bilirsiniz ki, o vaxtı İranın hava hücumlarına qarşı müdafiə sistemi olduqca zəif idi. Və İraqın təyyarələri, Səddam Hüseynin təyyarələri istədikləri nöqtəyə gəlib vururdular və bombardıman edirdilər və yerdən çox yaxın məsafəli atışlar olurdu və o təyyarələrin heç birinə təsir eləmirdi. Hər an həyatı təhlükədə idi və amma nə qədər İmam Xomeyniyə israr edirdilərsə, pənahgahlara gedək, tam əmniyyətli bir yerdə olsun, qəbul eləmirdi və deyirdi ki, xalq necədirsə, mən elə də olmalıyam. Xalq əgər müdafiəsiz və adi şəraitdə yaşayırsa, mən də elə yaşamalıyam. Şəhid İmam Xameneyi də məhz bu üsullara sadiq idi və eynilə öz sələfi kimi
bu məsələlərə riayət eləyirdi. Nə qədər israr eləyirdilərsə, pənahgahlara, bunkerlərə getmirdi. Baxın, kimsə irad tuta bilər ki, nəyə görə belə etmirdi və nəyə görə ehtiyat və təhlükəsizlik məsələlərinə tam diqqət ayırmırdı? İslam tarixinə də müraciət eləyə bilərik. Məsələn, İmam Əli əleyhissalama gəlib deyirdilər ki, bu səhabələr Osmanın xilafəti dövründə çox böyük güzəştlər əldə eləyiblər və böyük məbləğdə pullar alırdılar, aylıq məvaciblər alırdılar. Və indi də siz onu davam etdirin. Əgər verməsəz, bunlar problem yaradacaqlar, fitnə törədəcəklər və necə də gördünüz, sonradan bu hadisələr baş verdi və hətta müharibələrə gətirib çıxartdı. İndi kimsə İmam Əli əleyhissalamın haqqında deyə bilər ki, nə olardı, bunlara da biraz çox pul verərdin, fitnə qopmazdı, müharibə olmazdı, sizin hakimiyyətiniz daha uzun illər davam edərdi. Amma bu mümkün idi bu iş olsun, amma daha o İmam Əli əleyhissalam olmazdı. Bu bəşəriyyət üçün bir ədalət carçısı, bir nümunəvi kamil şəxsiyyət idi. Mümkündür kimlərsə müəyyən siyasətlərdən, müəyyən tədbirlərdən, müəyyən təhlükəsizlik tədbirlərindən istifadə edə bilərdilər. Amma İmam Xameneyinin, şəhid rəhbərimizin həyatı tam fərqli bir həyat idi. O, heç vaxt belə üsullardan istifadə eləmirdi və çalışırdı ki, Allah ondan razı qalsın, çalışırdı ki, bütün dini üsullara, dini qaydalara və dini məsələlərə olduğu kimi tamamilə nöqtə bə nöqtə riayət eləsin. Və indi kimsə ona irad tuta bilməz ki, niyə sığınacağa getmirdi. Əlbəttə buna bizim cavablarımız var. Amma bizim ən ümdə verə biləcəyimiz cavab bir müctəhidin özü haqqında fikri mənbələrə və öz məbnasına əsaslanaraq çıxardığı qərardır. O öz ictihadı ilə belə bir yəqinə gəlmişdi ki, mən adi insanlar kimi yaşamalıyam. Bütün həyat tərzim, yeməyim, içməyim, yatmağım, dolanışığım, bütün həyat tərzim adi və hətta orta səviyyədən aşağı insanlarla bərabər olmalıdır. Yəni sözlərinizdən belə çıxarış eləmək olur ki, şəhid İmam Xamenei müctəhid idi və öz fikri üsullarına və dəlillərinə əməl edirdi və İmam Xomeynin yolunu və onun həyat tərzini davam etdirirdi. Amma dediniz ki, başqa səbəblər də var və başqa dəlillər də var. Maraqlı olardı ki, onları da deyəsiniz və dinləmək istəyərdik. Şəhid İmam Xamenei 90 ilə yaxın bir ömür sürdü və bunun 60 ilə yaxınını siyasi mübarizə həyatına həsr elədi və müxtəlif məqamlarda, müxtəlif sahələrdə çalışdı. O, çox dahi insan idi, mütəfəkkir insan idi. İmam Xomeynidən təhvil aldığı bu quruluşu necə lazım idisə eləcə də möhkəmləndirdi. O qədər ki, möhkəm olmalı idi və o qədər ki, sarsılmaz olmalı idi, o həddə qədər inkişaf elətdirdi. İstər bu quruluşun dövlət strukturları və idarəçiliyi, istər onun müdafiə və müharibə strategiyası, istər onun müdafiə sənayesi və silahlanması, istər mütəxəssis kadrların hazırlanması, hansı məsələni desöz, mən izah eləməyə hazıram ki, ağa öz idarəçilik dövründə bu ölkədə heç bir boşluq qoymayıb. Nə lazım idisə, bütün işləri həyata keçirib. Və bugün artıq əminliklə deyə bilərik ki, əgər bu müharibə ki başlayıb hal-hazırda imperialist qüvvələrin, Amerika və İsrailin geniş miqyaslı hücumları baş verib İrana qəfil yenə hücum eləyiblər, təcavüzkarcasına hücum eləyiblər. Mən deyə bilərəm ki, əgər bugün ağa sağ olsaydı, eyni ilə həmin şəraiti yaşamış olardıq. Heç bir şey fərqli olmazdı. İndi hal-hazırda ölkə necə idarə olunursa, elə idarə olunardı. Müharibə necə gedirsə, yenə elə gedərdi. Və ölkənin gedişatında, idarəçiliyində heç bir dəyişməzdi. Yəni, ağa bu 60 il ərzində və 37 illik rəhbərlik məqamında
elə bir şey qalmayıb ki, onu etməsin, elə bir söz yoxdur ki, onu deməsin, elə bir tövsiyə və nəsihət yoxdur ki, onu eləməmiş olsun və ya göstəriş və ya hər hansı bir tövsiyə. Bütün bu işlərin hamısını həyata keçirib. Və belə bir insanın Allaha qovuşması, Allaha yalvarıb onun yolunda canını təslim eləməsi heç bir qəbahət yoxdur. O öz işlərində yarımçıq bir məsələ buraxmayıb və nöqsan yoxdur və ondan sonra heç bir çatışmazlıq qarşıya çıxmayacaq və hansısa bir sualla hal-hazırda bu ölkəni idarə edənlər, inqilabı idarə edənlər, İslam dünyasına rəhbərlik edənlər heç bir sualla və idarəçilikdə heç bir çətinliklə rastlaşmayacaqlar. Çünki o uzaqgörənliklə, tam uzaqgörənliklə lazım olan işlərin hamısını həyata keçirib. Bu bir məsələdir. Digər bir məsələ budur ki, Şəhid İmam Xameneyi elə rəhbər və sərkərdə deyildi ki, onun olmaması qoşunun dağılması, nizamının pozulmasına gətirib çıxarsın. O işləri şəxsinə və şəxsiyyətinə bağlamamışdı və bütün işlər onun özündən asılı deyildi. O bir idarəçilik mexanizmi yaradıb və olduğu, olmadığı müddətdə işlər mexanizm əsasında həyata keçir. Görürsünüz, müdiriyyət məsələsində bu həmişə diqqətdə saxlanılır. Bəzi müdirlər bir neçə günlüyə səfərə gedəndə çalışdığı idarədə, müəssisədə işlər dayanır, pozulur, müəyyən problemlər yaranır. Amma bəzi müdirlər də var ki, aylarla səfərə gedə bilər, işə çıxmaya bilər, amma onun çalışdığı idarədə və yaxud zavod, fabrikdə heç bir problem yaranmaz. Bu işin şəxsi idarəçilik və ya mexanizm əsasında idarə olunmasından asılıdır. Və Həzrət Ağa tam uzaqgörənliklə İranda bu mexanizmi qurub və o mexanizm olduğu və olmadığı müddətdə işlərin idarəçiliyində, işlərin həyata keçməsində və inkişafında öz təsirini qoyacaq. Biraz açıq bir sual ünvanlamaq istəyirəm. Bunların hamısı düzdür, məntiqlidir, səbəbləri hamısı doğrudur. Amma daha yaxşı olmazdı ki, İmam Xameneyi bu təhlükəsizlik protokollarını riayət edərək öz canını qorusun və bu çətin günlərdə ki, müharibədir və haqla batilin bu günə kimi ən şiddətli qarşı durmalarından birinə biz deyə bilək tarix boyu qala və bu İslam ümmətinə bir daha başçılıq edə və öz başçılığı ilə, öz rəhbərliyi ilə ruhdan düşən o balaca bir, ictimaiyyətin balaca bir qisminin təbii ki, ruhdan düşməsinə şahid oluruq və onların da qarşısına ala. Daha yaxşı olmazdımı ki, özü qala və komandirliyi ilə bu çətin günlərdə bu müharibəni? Bu sualın cavabında deməliyəm ki, Şəhid İmam Xameneyi sağ və həyatda olan Ayətullah Xameneyidən daha güclü və düşmənlər üçün daha qorxuludur. Bunu necə izah eləyək? Həzrət Ağa bir ömür Allaha tam sədaqətlə bəndəçilik eləyib. Allahın bütün əmrlərinə itaət eləyib. Allahı ona nə əmr eləmişdirsə, hamısını yerinə yetirib. Çox az istirahət edib, gündə 4-5 saat yatıb, amma günün qalan saatlarını işləyib, çalışıb, tədris, elmi işlər, ölkənin idarəçiliyi və ağla gələn və gəlməyən çətinliklər, işlər. Mən deyərdim ki, o şəxsiyyətin gördüyü işləri 10 nəfərin arasında bölsəydilər, onların hamısı yorulardı, çətinliyə düşərdilər. Belə bir ömür yaşayıb, belə bir həyat yaşayıb və belə bir insanın öz Allahından təvəqqüsü var. Allah Teala Quranda 30-dan çox ayədir. Bu ayələrdə Allah Teala öz xalis və salih mömin bəndələrinə vədə verir. Bu işi görsəniz, mən sizə belə kömək eləyərəm. Belə yaşansanız, mən sizə bu kimi mükafatlar verərəm. Bu ayələr həqiqətən oxunmalı, diqqət olunası ayələrdir. Və Hz. İmam Xameneyi bu ayələrə həddən artıq güvənirdi və bu ayələrə həddən artıq etimad edirdi və öz Rəbbin
hamıdan artıq sadiq hesab edirdi. O bir ömür yaşayandan sonra, normal bir insan ömrünü yaşayıb qocalandan sonra yeganə öz canın Allaha təslim eləyir. Şəhadət yolu ilə Allahına təqdim eləyir və Allahından təvəqqüsü budur ki, başladığımız bu yol, bu inqilab, bu hərəkat, bu ədalət uğrunda mübarizə, bəşəriyyəti xilas eləyə biləcək yol, zülmə qarşı, təcavüzə qarşı başlanılan bu yol davam eləsin. O bir növ öz canını və qanını Allahına təqdim eləyərək, öz Allahından, özündən sonraki bu yol üçün bir növ uğur istəyir, kömək istəyir, yardım diləyir. Mən bunu adını qoyardım ki, İmam Xameneyi öz canını fəda eləməklə, öz ailə uşağını bu yolda fəda eləməklə bu hərəkatı, bu inqilabı sığortalayır. Daha sonra ağa hamıdan artıq görürdü ki, qarşımızdakı düşmən nə qədər güclüdür və onun texnikası, onun imkanları nə qədər genişdir. Belə bir düşmənlə qarşı-qarşıya gəlmək, toqquşmaq nə qədər çətindir, qorxuludur və məsuliyyətli bir işdir. Bunları mən deyərdim ki, İmam Xameneyi qədər dərindən dərk eləyən bir kimsə olmazdı. Çünki 60 il bu insan siyasi mübarizədə və bunlarla qarşı-qarşıya müharibə və mübarizə şəraitində olub. Hər gün bu haqda fikirləşib, onların haqqında fikirləşib və bir gün belə bir müharibənin olacağını düşünüb. O ağa bu məsələni, öz həyatını Allahına təqdim etmək, şəhadət yolun bir məktəbin tamamlanması kimi, bir hərəkatın tamamlanması kimi görür. O öz ardıcıllarına tapşırıq verib özü arxada dayanmır. Belə bir müharibədə qələbə yalnız bir yolla mümkündür. Heç nədən qorxmamaq. Hər şeyini Allah yolunda qurban verməyə hazır olmaq. Əgər bu olmazsa biz çətinliyə düşəcəyik. Belə bir düşmənin gürültüsü, onun texnikasının, onun təyyarələrinin, onun gəmilərinin əzəmətinin qarşısında qorxmamaq, büdrəməmək, dizləri əsməmək, bu hər bir insanın işi deyil. Burada ilahi məsələlər lazımdır. Həzrət Ağa öz canını təslim eləməklə hamıya bir dərs verir. Ölümdən qorxmayın. Baxın, mən özüm və ailəm bu yolda hər şeyimizi fəda edirik. Və mənim ardıcıllarım və mənim ümmətim olan siz insanlar gərək bu yolu seçəsiniz. Qələbə çalmaq istəyirsinizsə, heç bir şeydən qorxmayın. Və ölümü son hesab eləməyin. Ölüm qurtarmaq deyil, ölüm fani dünyadan əbədi axirətə köçməkdir. Ağa bunu əməli şəkildə, praktiki şəkildə öz ümmətinə başa salır və şəhadət yolunu seçir və bununla da höccət tamamlanır. Çox məntiqli və ətraflı cavab idi. Təşəkkürlər. Bəs qarşı tərəfdə var. Yəni, düşmən cəbhəsinə xidmət edənlər və onların mediaları, onların düşüncəsində olan insanlar bunu bir zəiflik kimi göstərirlər. Rəhbərimizin bu seçimini aşağılayırlar və zəiflik və acizlik kimi qələmə almaq istəyirlər. Və sanki yəni rəhbərin başqa çarəsi yox idi və düşmənin texnikasına və onun hərbi gücünün qarşısında çarəsiz olub, müdafiəsiz qaldığını iddia edirlər. Onlara cavab olaraq nə deyə bilərik? İlk növbədə qeyd edeyim ki, biz öz auditoriyamızı 3 yerə bölməliyik. Qarşımızda olan cəmiyyətin ağ hissəsi, qara hissəsi və boz hissəsi. Ağ hissəsi mömin insanlardır və bizimlə bir cəbhədə olan, haqq ədalət cəbhəsində olan, şər imperiyasına qarşı mübarizə ruhiyyəsində olan insanlardır. Bunlar həqiqəti bilirlər və mən deyim ki, onlar İmam Xameneyini bizdən də yaxşı tanıyırlar. Cəmiyyətin qara hissəsi qeyd etdiyiniz düşmən təbəqəsidir və bu təbəqəni adətən razı salmaq mümkün deyil. Onların öz baxış bucağı var və hər bir şeyə öz eynəkləri ilə baxırlar və görmək istədikləri kimi görürlər. Necə izah eləsən, yenə onlar öz sözlərin
təkrarlayacaqlar. Tövsiyə edirlər ki, həmişə düşməni razı salmağa çalışmayın. Düşməni razı salmaq üçün çox çalışanda nəticədə dostlar narazı qalarlar. Amma cəmiyyətin əksəriyyətini təşkil edən boz təbəqə onlar üçün aydınlaşdırmaq, onlar üçün bəyan eləmək, şübhələrinə cavab vermək çox vacib bir məsələdir. Bunun üçün əlimizdən gələni eləməliyik. Qeyd etməliyik ki, bizim şəhid imamımız bəzi dövlət başçıları kimi arzu olunmaz vəziyyətdə yaxalanmayıb. Məsələn, Bəşar Əsəd güya Hümeymimdə danışıq aparmaq üçün gedirdi, amma onu oğurlayıb Moskvaya apardılar. Onun davamçıları, onun komandası baxa-baxa qaldılar ki, bunların başçısını oğurlayıb apardılar. Nə qədər zəlalətdir və nə qədər xiffətdir. Maduro yatdığı otaqda ailəsi ilə bir oğurlayıb Vaşinqtona apardılar. Və nə qədər ürək sıxan və narahat edici bir məsələdir. Baxın, Muammar Qəzzafi Liviyanın dövlət başçısı uzun müddət İslam dünyasına rəhbərlik iddiası edirdi. O da bəzən Ərəb dünyası, bəzən İslam dünyasının lideri mənəm deyib dayanırdı. Onu uzaq səhrada köçəri ərəblərin içərisində çox alçaqcasına tutdular, yalvarırdı onlara ki, məni vurmun, məni öldürmün. Və yaxud öz diktaturası, öz vəhşiliyi ilə bütün dünyanı təəccübə gətirən Səddam Hüseyni bir çalada, bir çuxurdan çıxardılar və əllərini qaldırmışdı, yalvarırdı ki, məni vurmun, məni öldürmün. Saya bilərik, həddən artıq belə misallar saya bilərik. Və yaxud bizim rəhbərimiz xarici təhdidlərin və daxili qarşıdurmaların, təfriqələrin nəticəsində məcbur qalıb istefa verməyib və yaxud düşmənin gücü, qüdrəti qarşısında aciz qalıb, əllərini qaldırıb təslim olmayıb. Və yaxud öz ətrafının, müşavirlərinin və xüsusi insanların təzyiqi ilə sazişə qol çəkməyib, düşmənlə saziş eləməyib. Bizim rəhbərimiz azacıq da olsa öz mövqeyindən çəkinməyib, mövqeyin dəyişməyib və axıra qədər dediyi sözlərin üstündə dayanıb və onun şəhadətindən sonra da görürsünüz ki, necə demişdisə elə də davam edir. Düşmən təhdid edirdi. Müharibə olacaq, sizə çox pis olacaq, ağır başa gələcək. Və Həzrət Ağa da cavab verirdi ki, müharibə olacaq, biz də müharibə eləyəcək. Vuracaqsınız, biz də vuracaq. Siz nə etsəniz, ondan daha artığını biz sizə qaytaracaq. Baxın, bugün Ağa buyurmuşdu ki, bu müharibə daha əməliyyat olmayacaq. 1-2 günlük müvəqqəti əməliyyat olub bitməyəcək. Müharibə başlayacaqsa, biz bu müharibəni davam etdirəcəyik və bu müharibə regional müharibə olacaq. Ağanın dedikləri hətta şəhadətindən sonra da görürsünüz, nöqtə-bə-nöqtə həyata keçir. Yəni, bu bizim rəhbərimiz şəhadətə qovuşub, amma nə mövqeyində sapma var, çəkinmə, nə özündə, nə ardıcıllarında, nə onun idarə elədiyi ölkədə. Əlbəttə, qəbahət deyil və bunu mən söz gəlişi deyirəm. Bizim rəhbərimiz qocalıb, zəifləyib, yataqda dünyasını dəyişməyib. Və yaxud zəiflik və qocalıq ucbatından müəyyən istedadını əldən verib, işdən uzaqlaşdırılmayıb. Çevriliş, ixtişaş, qiyam və ya üsyan nəticəsində harasa sığınmağa, qaçmağa məcbur olmayıb. Bacarıqsızlıq, çarəsizlik, səhv siyasət və yanlış idarəçilik ucbatından millətindən üzr istəməyə məcbur olmayıb. Tarixdə nümunəsi çox olan bəzi dövlət başçıları kimi öz iş otağında çarəsizlikdən özünü güllələməyib ya asmayıb. Biz iftixarla, alnı açıq, üzü ağ, tam cəsarətlə elan edirik. Bizim rəhbərimiz öz haqq hədəfləri, haqq yolunda, haqq cəbhəsində şəhid olub. Ağa bir ömür bu sözü deyirdi
və öz sözündə həqiqətən sadiq idi. Ağa buyururdu ki, İhdəl husneyn. Bizim qarşımızda bir-birindən gözəl olan iki yol var. Ya sağ qalıb vuruşacağıq, qalib gələcəyik, ya bu haqq yolunda, haqq cəbhəsində canımızı Allaha təslim edib şəhid olacağıq. Ağa bir ömür bu sözü deyirdi və nəticəsi də gördüyünüz kimi şəhadətlə yekunlaşdı. Bu məsələdə kimsə bizə irad tuta bilməz, bu işi qəbahət hesab eləyə bilməz, zəiflik kimi göstərə bilməz. Və qeyd etdiyim kimi, nə də ki, özünü təhlükəyə atan kimi ağanı göstərə bilməzlər. Əgər kimsə ağanı nəyə görə özünü təhlükəyə atdı, yəni çıxılmaz vəziyyətdə idimi belə bir təhlükəyə atdı? Xeyr. Əgər bu məsələ, bu şübhə həqiqətən doğrudursa, onda İmam Hüseyn əleyhissalama da bu şübhə varid olar. Halbuki İmam Hüseyn əleyhissalam da öz haqq yolunda, öz haqq hədəfləri, ilahi hədəfləri uğrunda hərəkət edirdi. Buyururdu ki, əgər sağ qalsam mən öz vəzifəmi yerinə yetirəcəm, əgər lazım olsa, şəhid olsam mən yenə öz canımı Allaha təslim etmiş olacam. Hər ikisi qələbədir. Bu məsələnin heç biri zəiflik və yaxud çıxılmaz vəziyyət və yaxud çarəsizlik kimi təqdim olunmamalıdır. Bizim ağamız iftixarla, ləyaqətlə, vüqarla yaşadı və öz ömrünün sonunda son dərəcə ləyaqətlə və şərəflə başa çatdırdı. Öz sələfi, məsum imamlar kimi, İmam Hüseyn əleyhissalam kimi şəhadət yolunu seçdi və bu şəhadət məktəbi və bu qan qılınca qələbə çalacaq, zora qələbə çalacaq, küfrə və nahaqqa qələbə çalacaq, ədalət günbəgün genişlənəcək və bu ağanın yolu, məsləki, məktəbi günbəgün çiçəklənəcək və məhz bu şəhadət, dediyim kimi, yolun sonu yox, yolun başlanğıcı olacaq. Bugün ağanın tərəfdarları, ağanın müqəllidləri, ağanın aşiqləri özləri üçün həyatı haram bilirlər. Deyirlər ki, biz bundan sonra yaşayaq və dünya ləzzətlərindən bəhrələnək. Halbuki düşmənlərimiz, bizim rəhbərimizi şəhadət çatdıranlar rahat yaşasınlar, haram olsun bu həyat bizə. Onlar əvvəlkindən qat-qat güclüdülər, iradəlidirlər. Və əgər dünən onların sayı 1 milyon idisə, bugün onların sayı milyonlarladır. Və bütün dünyada haqq-sevərlər, haqq tələblər, ədalətli insanlar bu məsələdən çox ciddi şəkildə narahatdırlar. Bir cəryan yaranır dünyada, bütün dünyada. Yer üzündə şəhid İmam Xameneyinin şəhadəti ilə bir cəryan yaranır. Bu işin əvvəlidir. Mən inandırıram sizi ki, bu bir başlanğıcdır. Çox şərəfli və çox şanlı bir başlanğıcdır. Siz bunun nəticəsini düşmənin zəlilcəsinə məğlubiyyətində görəcəksiniz. Onların öz məğlubiyyətini öz dilləri ilə etiraf etmələrində görəcəksiniz. Biz Allahın holu qüvvəsi ilə hal-hazırda qələbə çalmışıq və bundan sonra bizim qələbələrimiz, nailiyyətlərimiz genişlənəcək və elə bir səviyyə çatacaq ki, artıq onu düşmən özü etiraf eləməyə məcbur olacaq. Düşmən qarşımızda dizlərini qoyub əllərini qaldıracaq. Çünki bu haqq yoludur. Və bu yolu davam elətdirən insanlar İmam Hüseyn yolunu tutublar, Kərbəla yolunu tutublar. Ölümdən qorxmurlar və hər bir şeyə də hazırlıqları var. Həm texniki hazırlıqları var, həm ruhi hazırlıqları var, imanları, ixlasları, əzmləri və o qədər güclüdür ki, bunun qarşısında düşmənin təslim olmaqdan başqa çarəsi yoxdur. Mən sözümü burada tamamlayıram. Allahdan sizə müvəffəqiyyət arzulayıram və bir daha izləyicilərinizdən, dinləyicilərinizdən xahiş edirəm ki, bu barədə kimlərsə, hardasa müsbət təhlillər, obyektiv təhlillər aparırsa, onları öz aranızda paylaşın, yayın və bu məsələləri hər tərəfli işıqlandırın ki, düşmənin media imperatorluğu cəbhədə olan, döyüş meydanında olan məğlubiyyətlərini bizlərə qələbə kimi sırmasınlar.
Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Allah razı olsun. Teşekkür. Dəvətimizi qəbul etdiyinizə görə bir daha minnətdarlığımı bildirirəm. Əziz izləyicilər, bu verilişimiz burada sona çatdı. Allah ordusu üçün, haqq cəbhəsi üçün duaları unutmayın, xüsusən bu mübarək günlərdə. Və bunu da əlavə edim ki, bu söhbət burada da sona çatmır və inşallah növbəti bölümlər də olacaq. Və sonda da xatırlatmaq istəyirəm ki, düzgün xəbərləri anında əldə etmək istəyirsinizsə, Telegramda Bulaq Xəbər kanalını izləyə bilərsiniz və onu digərlərə paylaşmaqla düşmənin psixoloji müharibəsinin qarşısını almaqda kömək edə bilərsiniz. Allaha əmanət olun, sağ olun.